Bəli, bu səfər də oradan da bütün dünyanın diqqət mərkəzindədir. Çünki əslində Trump özü də daxil olmaqla dünyanın bütün liderləri Çini dünyanın ikinci güc mərkəzi hesab edirlər. Bu həm hərbi güc mənasında, həm iqtisadi güc mənasında bu şəkildə artıq qavranılmağa başlayıb. Amma Trump birinci prezidentlik dövründə hələ Çini özünün ən böyük, yəni Amerika Birləşmiş Ştatlarının ən böyük rəqibi, daha doğrusu əslində düşməni adlandırmışdı. Amma sonra administrasiya bu sözü bir qədər yumşaldaraq başqa cür ifadə etdilər. Bilirsiniz, uzun müddət Amerika və Qərb, bütövlükdə Qərb və Sovet İttifaqı şəklində iki qütb həmişə dünyanın iki vacib siyasi mərkəzi kimi qəbul olunurdu. Amma SSR-nin siyasət səhnəsindən gedişindən sonra çox qütblü şəraitdə Çin tədricən yüksəlməyə başladı və bu Amerikanı əlbəttə narahat etməyə bilməz. Və ona görə də həm birinci prezidentlik dövründə, həm ikinci prezidentlik dövründə Amerika prezidenti Çinə qarşı bəzi iqtisadi tədbirlər görüb, bəzi əlavə tariflər tətbiq edib onlardan idxal olunan mallara və s. Əlbəttə, Amerika Birləşmiş Ştatları maraqlıdır ki, Çin ona lazım olduğundan daha çox böyüməsin. Həm iqtisadi nöqteyi nəzərdən, həm hərbi nöqteyi nəzərdən. Çinin Tayvanı tamamilə öz siyasi sisteminə daxil etməsini də Amerika Birləşmiş Ştatları qəbul etmək istəmir. Çünki Amerika Birləşmiş Ştatları və bütövlükdə Qərb uzun illər ərzində orada demokratik, müstəqil bir siyasi sistem yaradıbdır və istəmirlər ki, o Çindəki mövcud siyasi sistemlə eyniləşsin. Və digər tərəfdən Amerika Birləşmiş Ştatlarının Çinə qarşı, siz bayaq da xatırlatdığınız kimi, insan haqları ilə bağlı kifayət qədər iradları var və s. Və bu Rusiya-Ukrayna müharibəsi fonunda bu Çin-Amerika münasibətləri daha çox maraqlıdır. Çünki əslində Amerika Birləşmiş Ştatlarının siyasətini, yəni arxa plandakı siyasətini bu şəkildə oxumaq olar və ya lazımdır. Məsələn, Avropa Birliyini güc mərkəzi olaraq Trump beynəlxalq siyasət səhnəsindən silib hələlik. Avropa Birliyi əgər əvvəllər bir güc mərkəzi hesab olunursa Donald Trump'ın hakimiyyətə gəlişinə qədər, ən azından onlar buna iddia edirdilər və özlərini belə aparırdılar. Amerika prezidentinin Avropa Birliyini tamamilə inkar etməsi, ümumiyyətlə heç bir danışıqlar aparmaması, heç bir müttəfiqlik münasibətləri sərgiləməməsi Avropa Birliyini tam kölgədə qoyub. Rusiya Ukrayna ilə müharibəyə başladığına görə həm iqtisadi cəhətdən, həm hərbi cəhətdən kifayət qədər zəifləyib. Və ona görə də Amerika prezidenti məncə düşünür ki, hal-hazırda iki qüvvə var, Çin və Amerika. Ona görə biz öz aramızda münasibətləri elə şəkildə tənzimləməyə çalışacaq ki, digər güc mərkəzləri bunların razılaşması ilə öz siyasətlərini qursunlar. Və bu baxımdan bu səfər çox böyük maraq doğurur və Çinin Amerika Birləşmiş Ştatlarına qarşı da öz tələbləri var və onlar bunu çox güman ki, bu görüş əsnasında müzakirə edəcəklər. Və baxarıq, bugün hələ sadəcə birinci gəliş günüdür nümayəndə heyətinin və nümayəndə heyətinə böyük transferli şirkətlərin rəhbərlərinin daxil olması, Maliyyə Nazirinin, Xarici İşlər Nazirinin də daxil olması. Elə biz Çin Xarici İşlər Nazirliyinin sözçüsünün o açıqlamasını təqdim etdik. Bir də həqiqətən böyük, önəmli şirkətlərin rəhbərləri bugün Pekinə gedib Trumpla deyiriksə, kimlər də olar? Bizim bir təsvirimiz var, ekrana gətirmək istəyirik. Yəni, bir neçə önəmli korporasiyalardan söhbət gedir və burada istiqamətlər də fərqlidir əlbəttə ki. Biz həm süni intellektdən danışa bilərik, həm kosmik qüvvələrdən danışa bilərik, həm iqtisadiyyatın fərqli istiqamətlərindən danışa bilərik. İndi ekrana gətirəcək həmin təsvirimizi Donald Trumpla məhz Pekinə gedən, Çinə gedən şirkət rəhbərləri. Hazırda ekranlarımızda biz burada Apple-ın rəhbərliyini görürük, daha sonra Boeing şirkətini görürük, Citi şirkətini. Əlbəttə ki, bunların hər birinin xüsusi olaraq adlarını bir-bir çəkməyəcək, amma Meta şirkəti diqqətimizi çəkir. Əlbəttə, onlar böyüklüyünə görə deyə bilərik. Micron və Tesla
Elon Musk oradadır, Visa şirkətinin rəhbərliyini biz görürük. Ümumilikdə böyük bir nümayəndə heyəti bugün Trumpla Çindədirlər və elə qeyd etdiyimiz kimi müzakirəmizin əvvəlində də Çin Xarici İşlər Nazirliyinin sözçüsü də qeyd edir ki, bu heç də təsadüfi deyil. Bu isə Trumpın fərqli istiqamətlərdə bu şirkətlərlə bağlı fərqli paketlərlə Çinə gəldiyini deməyə əsas verir. Və bu paketlər də uzun müddətdə hazırlanırdı. Əlbəttə ki, burada əməkdaşlıqdan da söhbət gedir və digər tərəfdən bəlkə də bizim dediyimiz kimi Donald Trump o Çinin mega böyüməsini və Amerika Birləşmiş Ştatlarının hansı ki onları özlərinin nəzarəti altında saxlaya bilmədən böyüməsindən narahatdır. Bəlkə də bu əməkdaşlıqları o cür qurmaq istəyir, eləmi? Yəni bir qədər də nəzarətdə saxlamaq istəyir o böyüməni. Bəli, tamamilə doğru dediniz. Əgər məncə Amerika Birləşmiş Ştatlarının dövlət səviyyəsində düşüncəsi budur. Əgər Çin böyüyürsə də, inkişaf edirsə də, ən azı bizim nəzarətimizdə böyüsün və bizim iştirakımızla böyüsün ki, idarə olunan vəziyyətdə böyüsün. Bu 16 transmilli şirkətin sərvəti, malik olduqları sərvəti dünya sərvətlərinin çox böyük bir hissəsidir əslində. Ona görə bu şirkətlərin rəhbərlərinin Çinə getməsi əlbəttə ki, təsadüfi deyil. Çinin həmin bu şirkətlərin fəaliyyət göstərdiyi sahələrdəki öz uğurları, öz fəaliyyəti də Amerika Birləşmiş Ştatları üçün maraqlıdır və burada bəzi proseslərin inteqrasiyasından söhbət gedə bilər. İstər süni intellekt sahəsində, istər yeni texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlıq haqqında müzakirələr aparılacaq şübhəsiz ki. Və ona görə hətta bu səfər ərəfəsində Donald Trump'ın bir müsahibəsi də vardı jurnalistlərə ki, Çinlə biz münasibətlərimizi daha yaxşı səviyyəyə qaldırmaq istəyirik. Çin prezidenti mənim dostumdur və s. bu şəkildə bir açıqlama verdi. Və bütün bunlar əlbəttə Amerika nümayəndə heyətinin xoş məramından xəbər verir. Və mənə elə gəlir ki, bu həm Amerika Birləşmiş Ştatları üçün, həm Çinin özü üçün, həm də bütün dünya üçün əslində səmərəli bir yoldur. Əgər Çin və Amerika Birləşmiş Ştatları arasında qarşılıqlı maraqlar əsasında münasibətlər qurularsa, yəni siyasi, iqtisadi rəqabət düşmənçiliyə keçməzsə, bu elə bütün dünyada əslində təhlükəsizliyin təmin olunması üçün də bir zəmin yaratmış olacaq. Və ona görə düşünürəm ki, bu səfər uğurlu olacaq həm Amerika Birləşmiş Ştatları üçün, həm Çin üçün və həm də əlbəttə hər iki düşərgəni dəstəkləyən ölkələr, dövlətlər üçün. Və Cavanşir bəy, bir qədər də İran məsələsi ilə bağlı danışaq. Nə mənada İran məsələsi? Çünki Hörmüz də burada əsas mövzular içərisindədir. Biz əgər iki ölkə arasındakı münasibətlərdən, dünya diplomatiyasından, iqtisadiyyatdan danışırıq, bir qədər Rusiya-Ukrayna münaqişəsini əlaqələndirdik. Hətta Zelenski də əslində bu dəqiqələrdə elə bir açıqlama ilə çıxış etmişdi. Tam yerinə düşdü sizin təhlillərinizdə. Və Hörmüzlə bağlı bir yenilik var, yeni bir yanaşma var. Onu təqdim edib fikirlərinizi almaq istəyirəm. Hörmüz boğazına nəzarət ölkəmizə neft 2 dəfə çox iqtisadi gəlirlər gətirəcək. Xarici siyasətdə mövqelərimizi gücləndirəcək. Bunu isə İran Silahlı Qüvvələrinin sözçüsü Məhəmməd Əkrəminiyyət deyib. İndi bu su yolunun qərbi Sepah hərbi dəniz qüvvələrinin, şərqi isə quru qoşunlarının hərbi dəniz qüvvələrinin nəzarəti altında deyə bildirib və iddia edib ki, ABŞ-nin yaxın şərq ölkələrində yerləşən hərbi bazalarındakı silahları məhv edilib. Digər tərəfdən isə artıq Hörmüz boğazı vasitəsilə ABŞ silahlarının daşınmasına icazə verməyəcək deyib. Hörmüz məsələsi həll ediləcək. İndiki məqamda Sepahın dünən bir açıqlaması oldu elə bu dəqiqələrdə ki, biz nəzarət zonasını genişləndirmişik dedim. Və gün ərzində İraq, Pakistan elə İranla razılıq əldə edərək öz tankerlərini, gəmilərini keçirdilər. Buna bağlı xəbərləri gəlib. Bənzər təcrübəni biz münaqişə dönəmində də yaşamışıq. Və arda-arda Hörmüzlə bağlı rəsmilərin açıqlamaları gəlir. Ələxüsusa ki, Sepah nümayəndələrindən söhbət gedir. Boğaz məsələsi də gündəmdə olacaq. Necə bir ortaq məxrəcə gələcək Amerika Birləşmiş Ştatları və Çin? Çünki hər ikisini maraqlandıran məqamdır bu. Şübhəsiz, Amerika-Çin danışıqlarında həm İran məsələsi, həm Rusiya-Ukrayna məsələsi müzakirə olunacaq. Amma siz sitat gətirdiniz Sepahın sözçüsünün açıqlamasını. Baxın, bu riyazi nöqteyi nəzərdən onun dedikləri doğrudur. Əlbəttə, əgər İran Hörmüz boğazına nəzarət edə bilsə, nəzarət etmək ona nail olsa, əlbəttə bu neftdən, qazdan daha çox gəlir gətirəcək. Amma
buna onun hüququ varmı? Bu bir başqa məsələdir. Beynəlxalq hüquqa görə İranın buna hüququ yoxdur. İran demək dünyanın bütün qanunlarına zidd olaraq və Amerika Birləşmiş Ştatlarının təhdidlərinə zidd olaraq Hörmüz boğazını nə şəkildə, necə öz nəzarətində saxlayacaq, bu çox böyük bir sualdır. Və digər tərəfdən, baxın, bu Amerika-İsrail-İran müharibəsində tərəflərin bir-birinə atdığı raketlərdən, atəşlərdən daha çox saxta və yalan informasiyalar dövrəyə buraxılır. Yəni bu, indi Sepah belə deyə bilər, Amerika tərəfi bir başqa şey deyir, İsrail tərəfi üçüncü bir versiyanı irəli sürür, amma reallıq açıqlanan bəyanatlardakı ilə üst-üstə düşmür. Hörmüz boğazını Sepah necə nəzarət edə bilər ki, İranın özünün bütün dəniz sərhədləri blokadadadır. Yəni, Hörmüz boğazından keçənlərə hansısa bir təzyiq, təhdid göstərmək olar, amma nəzarətində olmaq artıq onun yurisdiksiyasına daxil olmaq anlamına gəlir. Bu isə belə bir şey mövcud deyil və heç vaxt da olmayacaq inanıram ki. Çünki beynəlxalq sular haqqında bir beynəlxalq konvensiya var ki, bütün dövlətlər onun üzvüdür və bu mümkün deyil ki, Hörmüz boğazı sonda İranın tam nəzarətinə keçsin. Amma hələlik arxa planda danışıqlar gedir və o danışıqlar haqqında hətta Donald Trump da bəzən bildirir ki, danışıqlar yaxşı gedir və onun da doğru olub-olmadığına inanmaq çətindir. O cümlədən İran tərəfindən verilən bəyanatların da hamısının doğru olub-olmamağına inanmaq çətindir indiki şəraitdə. Mənə elə gəlir ki, Çin səfərindən sonra İran-Amerika danışıqlarının məzmunu qismən dəyişə bilər və sürət arta bilər. Əgər əlbəttə danışıqlar yolu ilə, əgər danışıqlar yolu ilə bunlar razılığa gələcəklərsə, biz görəcəyik ki, indiyə qədər Sepah tərəfindən verilən bəyanatların çoxsu sadəcə dezinformasiyadır. Çünki arxa planda başqa danışıqlar getdiyi haqqında da xəbərlər var. Trump'ın özünün də bir neçə dəfə bu cür açıqlaması oldu. Biz üç fərqli istiqamətdə rəhbərliklə danışıq aparmışıq. Bəli, ümumiyyətlə son illərdə müharibə aparan tərəflər təkcə İran-Amerika müharibəsinə aid deyil dediyim söz, dünyanın digər bölgələrində gedən müharibələrdə. Son illərdə müharibə aparan tərəflər bir-birinə daha çox silahlı hücumdan daha çox informasiya hücum edirlər. Və ona görə müharibə gedişində verilən bəyanatlara bir mənalı şəkildə eşitdiyimiz kimi inana bilmərik və onu eşitdiyimiz kimi şərh edə bilmərik. Real hadisələr bir qədər fərqli görünür. Ona görə də düşünürəm ki, bu İranın hal-hazırda açıq şəkildə dünyaya səsləndirdiyi bəyanatlar və yaxud tələblər real deyil və onlar şübhəsiz ki, onlar Amerika tərəfindən qəbul olunmayacaq. Amerikanın irəli sürdüyü tələblər qismən beynəlxalq hüquqa uyğundur. Yəni, məsələn, nüvə silahının yayılmaması haqqında beynəlxalq konvensiya, Hörmüz boğazında beynəlxalq sularda heç kimin nəzarəti ola bilməz, bu da beynəlxalq hüquqdur. Və bu kimi məsələlərdə Amerika Birləşmiş Ştatlarının tələbləri daha obyektivdir. Ona görə də İran gec-tez bu tələbləri yerinə yetirməyə məcbur olacaq, əgər müharibə istəmirsə. Yox, müharibə olsa, o zaman şübhəsiz ki, dünyanın bir nömrəli gücünün qarşısında İran öz hərbi potensialı ilə dayana bilməz. Bu, hər bir İranlıya da məlumdur, dünyada hamıya da məlumdur. Amma sadəcə belə populist bəyanatlar vermək, bu müharibə gedişində dezinformasiya xarakteri daşıyan bəyanatlardır. Cavanşir bəy, ümumi bir qədər yekun dəyərləndirmə aparsaq, indi əlbəttə ki, çox şey Çin səfərindən asılıdır. Amma indi Bəqai'nin də açıqlamasını təqdim etdi. İranın mövqeyi budur, İranın şərtləri var deyilir. 5 şərt var, hansı ki, Amerika Birləşmiş Ştatları prezidenti onu qəbul edilməz hesab eləyir. Amerikanın da tələblərini İran qəbul edilməz sayır. Qırmızı xətlərin tapdalanması kimi qələmə verirlər. Yekunda bir razılığa gəlinməsi mi gözləniləndir qısa müddət ərzində, yoxsa əməliyyatların bərpası mı? Əməliyyatların bərpası da mümkündür. Çünki bilirsiniz niyə mümkündür? Çünki İranda vahid hakimiyyət yoxdur. Problem oradan qaynaqlanır. Mülki rəhbərliklə, deyək ki, seçilmiş prezidentlə və onun təyin etdiyi Xarici İşlər Naziri ilə Sepah rəhbərliyinin bəyanatları arasında çox böyük ziddiyyətlər var. Bəzən Sepahın çox kiçik
səviyyəli, kiçik vəzifəli bir şəxsi elə bəyanat səsləndirir ki, bu tamamilə ölkə prezidentinin dediyinin əksinədir. Ona görə də biz real danışıqlarda real tələblərin və real şərtlərin nədən olduğunu öyrənə bilmirik. Çünki İrandan gələn xəbərlər, İrandan verilən bəyanatlar özü ziddiyyətlidir. Amma əminəm ki, daha doğrusu inanmaq istəyirəm ki, ilk növbədə bu danışıq yolu ilə həll olacaq. Çünki Amerika-Çin səfəri də bu iki ölkənin rəhbərlərinin görüşü də burada bir rol oynayacaq. Çünki Çinin İrana təsir göstərmə imkanları da kifayət qədər böyükdür. Amma əgər belə olmazsa, İran doğrudan da o səsləndirilən bəyanatlarda israr etsə, o zaman müharibə qaçılmaz olacaq. Çünki bilirsiniz niyə? Çünki əgər Amerika Birləşmiş Ştatları qoyduğu tələblərin həll olmadan bölgədən çıxıb getsə, o özünün, deyək ki, sifətinin itirməsi beynəlxalq arenada, o bir tərəfə, digər tərəfdən Körfəz ölkələrini çox böyük bir təhlükə qarşısında qoymuş olacaq. Və Körfəz ölkələri onun müttəfiqləridir. O öz müttəfiqlərini əvvəlkindən daha böyük təhlükə qarşısında qoyub regionu tərk edə bilməz. Yəni ona görə bu məsələnin hər hansı bir şəkildə həll yolunun tapılması zəruridir və bu həll yolu tapılmayana qədər, istər danışıq yolu ilə, istər hərbi yolla tapılmayana qədər və bu tələblər həll olunmayana qədər bu münaqişə bitməyəcək. Aydındır. Çox sağ olun Cavanşir bəy, təşəkkür edirik. Dəvətimizi qəbul edib gəldiyiniz üçün önəmli təhlillərinizə görə. Minnətdaram.